19-cu əsrdə biz neftin nə olduğunu anlamadığımız üçün qaloşumuzu geyinib, neft görməcəsindən keçib, bazarda keşniş şüydüyümüzü alırdıq. Nobel qardaşları da bazarın qırağında barmağını palçığa batırıb dadına baxırdı. Görsünlər ki, neft var ya yoxdur. Bizim ağıllı da qoltuğunda keşniş ona baxıb hırıldayırdı. Deyirdi, bu dəlilərə bax, palçıq yeyirlər. Həqiqəti bilməməyin passiv təsiri bəzən bütöv xalqları məhv eləyə bilər. Yaxşı, bəs bugünün həqiqi biliyinə necə çatırıq? Cəmiyyətin təfəkkür dərəcəsi buna hazır olanda. Bəs nədir bu cəmiyyətin təfəkkür dərəcələri? İntuitiv olaraq bunu bilirik, amma bugün bir struktura salacağıq. Burada iki cəmiyyət növü təsvir olunub. Biri məlum olduğu kimi boz kütlə, digəri isə ali cəmiyyət. Boz kütlənin ali cəmiyyətə keçmə prosesini intibah adlandırırıq. Əksinə, cəmiyyət deqradasiyaya uğrayırsa bu prosesi cəhalət adlandırırıq. Bu proseslər cəmiyyətdə olduğu kimi fərdi səviyyədə də baş verir. Hər bir insanın ali, suprem və infernal versiyaları mövcuddur. Yəni yüksələ bilərsən, ya alçala bilərsən. Nə deyirik? Alçaq insan, səviyyəsiz insan.